Selamünaleyküm değerli izleyicilerimiz. İmişli rayonunda 12 sot torpaq düz yol kənarında obyekt yeri. Bir de etrafını çəkək inşallah. Ətrafda çəkiliş oldu dostlar. Yəqin ki tanındı. Rayon xəstəxanasına gedən yoldadır. Deməli, nədir bu? Motikdə Elçin Uşaq Bağçasının yaxınlığında. Dostlar, gözəl obyekt yeridir. 30'un 40'adır. Yəni hardasa 1200 kvadrat yeri. Rəsmidə, yəni çıxarışda 5 sot. Yəni 5 sotdur, belə deyək. Yerdə qalan zəbt kimi gedir, yəni yerdə qalanı sənədləşdirmək olacaq. Çox güman ki, çıxarış evin, yəni aşağısına düşüb bura, yəni deməli çıxarışlıdır. İndi yəqin ki, yoxlanılacaq dəqiq 5-də para düşür. Yəni yerdə qalan tutsa almaq olar. Sıfırdan düzəlib çıxarış almaq olur. Təkrar vurğulayıram. 1200 kvadrat, 30 metr dostlar yol boyudur, 40 metr enlidir. Sırf bura belə deyək, gözəl obyekt yeridir. Məkandakı tanındı da, yəni rayon xəstəxanasına gedəndə uşaq bağçasının yaxınlığında, Elçin Uşaq Bağçasının yaxınlığında rayon xəstəxanasına gedəndə düz yolun kənarındadır. Deməli həyati çəkiliş edirik, sonra keçəcəyik inşallah evə. Var dostlar, burada belə deyək, yəni yola baxan obyekt var, yəni belə deyək, neçə kvadrat olar obyektin? 80 kvadrat olar? Var, rahat. Rahat 80 kvadrat obyekti düzdür. Yəni obyektimiz elə dəbdəbəli obyektdir, belə. Buradan dostlar belə deyək də evimizin deməli yan tərəfi gedək. Dostlar, deməli evimiz dəbdəbəli, təmirli olmasa da yeri çox maraqlıdır. Nə üçün? Obyekt üçün. Deməli yazan dəhlizdən sonra solda mətbəxdir, sağda nədir? Sağda deməli sanitar qovşaqdır. Buradan da geniş saldı. Evet dostlar, çok dərin çəkiliş ilə gözür. Geniş zaldır. Zala da 1, 2, 3 dənə orta təmirli, yəni orta təmirli, köhnə təmirli, yəni belə əl gəzdirilir. Qiymət dostlar 160 min manat. Dostlar, əlaqə saxlamaq üçün səhifədə nömrəmiz var, inşallah əlaqə saxlaya bilərsiniz.